mənim malım, mülküm Rusiyada da Balaca Heydərin adına keçib, Azərbaycanda da Balaca Heydərin adına. Bir yerdə Qod Nisanov iştirakçıdır, bir yerdə Əşrəf Kamilov iştirakçıdır. Yəni mənim birbaşa, mənim ailəmə, mənim uşaqlarıma, yəni birbaşa zərbə dəyib Balaca Heydərdən. Əşrəf Kamilov, mən danışmayayım Tural bəy, xahiş edirəm, Əşrəf Kamilovun kimliyini xalqa izah elə və İlham Əliyevə Balaca Heydərə necə gedib çıxır, necə bağlanır və mən həqiqət söyləmirəmsə, qoy xalqım görsün ki, mən yalan danışıram. Yəni mən Əşrəf Kamilovun bütün bu araşdırmaları çıxanda, Tural bəy, onda həqiqəti bilmişəm ki, bu reallıqla 100% İlham Əliyevin özünün tapşırığı idi. Yəni mən qabaqdan deyirəm, yəni şübhəm var idi, yəni çalışırdım İlham Əliyevə söz çatdırım, səs çatdırım. Mənim hər bir malımı, mülkümü, mənim ailəmi deməli başına gətirən hadisələr birbaşa Balaca Heydərlə bağlıdır. Alyona Qançar da kimdir Tural bəy? Yəni indi xahiş edirəm, 5 dəqiqədə olsa Əşrəf Kamilov kimdir və Balaca Heydərə necə bağlıdır? Conduit Street 10-11 küçəsində Qatar Hava Yolları şirkətinin Londonda baş ofisinin yerləşdiyi bu bina, eləcə də yaxınlıqdakı Maddox küçəsində 23, 23A, 25, 27, 29 ünvanlarındakı binalar 23 mart 2009-cu ildə Malnik Holdings SA firması tərəfindən 33,5 milyon funt sterlingə satın alınıb. Azad söz, mülkün alınma sənədini təqdim edir. Malnik Holdings SA Böyük Britaniyanın Virgin adalarında İlham Əliyevin İngiltərədə əmlak bazarını idarə edən Əşrəf Kamilovun adına təsis edilib. Əşrəf Kamilov adı sizə Akkordun keçmiş sahibi İlqar Hacıyevin işindən də tanışdır. Belə ki, Azərbaycan prezident ailəsi İlqar Hacıyevin şirkətlərini əlindən alarkən, şirkətin bütün hissələrini Bakıda Əşrəf Kamilovun adına keçirib. Qaydaq Londonda satın alınan binalara. Əşrəf Kamilov 2009-cu ilin 29 aprelində, yəni aldıqdan bir ay sonra şirkətin səhmlərini, yəni alınan binaları da 11 yaşlı Heydər Əliyevin adına keçirib. İlham Əliyevin oğlu Heydər Əliyevin. Hansı ki, Heydər Əliyevin toyu ərəfəsində haqqında reportaj hazırlayarkən bəzi trollar yazmağa başladı ki, Heydər Əliyevin nə günahı var? O, heç bir cinayət törətməyib, prezident ailəsinin cinayətlərinə qarışmayıb. Xalqın övladlarının uşaq pulusundan oğurlanan pullarla Londonda özünə binalar almaq, oğurluqlar, cinayətlər deyilmi? 2016-cı ilin 18 avqustunda şirkətin səhmləri Heydər Əliyevin adından yenidən Əşrəf Kamilovun adına keçirilib. Bir gün sonra isə şirkətin adına satın alınan binalar xarici bir investora satılıb. Əşrəf Kamilov vasitəsilə binaların alınması və satılmasında məqsəd o olub ki, Heydər Əliyevin yad birindən alğı və yad birindən satqıda adı hallanmasın. Bina satılmadan əvvəl 21 iyun 2016-cı ildə Qatar Hava Yollarına kirayə verilib. Sənəddə də Əliyev ailəsinin Malnik Holdings SA ilə Qatar Hava Yolları şirkəti arasında müqavilə sözləşməsi əks olunub. Heydər Əliyevin adında olarkən Maddox 25 ünvanındakı mülk isə Condonast International Media agentliyinə kirayə verilib. Prezidentin böyük qızı Leyla Əliyevanın baş redaktoru olduğu Bakı International jurnalı da məhz Condonast Media şirkəti tərəfindən buraxılır. Sənəd sübutlardan başqa məntiqi əlaqələr də göstərir ki, bu binalar prezident ailəsinə məxsus olub. Hansı ki, bu ailənin təkcə Londondakı binalarının dəyəri 700 milyon dollara bərabərdir. Özü də ki, Azərbaycan xalqı az maaşa və bir tikə çörəyə məhkum edildiyi bir vaxtda. Bu rəvadırmı, vicdandandırmı ki, prezident ailəsi və ətrafındakı məmurlar hədsiz milyardlara sahib olsun, xalq isə işsizlikdən və maaşsızlıqdan əziyyət çəksin. Sonda qeyd edək ki, 2009-2016-cı illər arası rəsmən prezident ailəsinə məxsus olmuş, yuxarıda ünvanları qeyd olunmuş binaların sahibi olan Malnik Holdings SA şirkəti hazırda Sanjeev Guptaya məxsus Waylands banka məxsusdur. Sən dəfələrlə Əşrəf Kamilov elə bir adamdır ki,
İlham Əliyevin biznesləri, mülkləri, övladlarının xüsusilə Heydər Əliyevin mülklərini xaricdə və ölkə içərisində mülklərini öz adında saxlayan sadəcə bir kukla müqavvadır. Mən sənədlərlə Londonda tapdım ki, bu adam Heydər Əliyevin, balaca Heydərin mülklərini öz adında saxlamaqla məşğuldur. Funksiyası, işi budur. Londonda sənədlərini də keçənlərdə göstərmişdim. Heydər Əliyevin adına alınası, adına keçiriləsi binalar var ha. Əvvəlcə onu xarici iş adamlarından həmən binaları Əşrəf Kamilov alır güya və sonra da keçirir Heydər Əliyevin adına. Güya satırmı, pulla mı, nəysə, keçirir Heydər Əliyevin adına. Sonra Heydər Əliyev onu satmaq istəyəndə həmən mülkü, çünki bunlar mülk alış-verişindən 10 milyonlar, 50 milyonlar, 100 milyonlar qazanırlar. Bir neçə il keçir, dəyəri qalxır həmən binaların və satmaq istəyəndə Heydər Əliyev o zaman keçirdir yenidən Əşrəf Kamilovun adına. Ondan sonra Əşrəf Kamilov satır onu xarici bir iş adamına. Nəyə görə belə eləyir? Çünki xarici bir iş adamı bunu satarkən, bir 100 milyonluq bir binanı satarkən, bu dünyanın iqtisadi jurnallarında və s. araşdırmaçı jurnallarında qəzetlər, jurnalistlərin hesabatına girəcək, araşdırmalarına girəcək. Deyəcəklər ki, Heydər Əliyev adında bir tanınmış bir siyasətçinin oğlu var, o mülk alıbdır. Bu diqqət çəkəcək. Diqqət çəkməmək üçün arada Əşrəf Kamilovdan istifadə edir. Satarkən də həmən binanı mən konkret olaraq Qatar Hava Yolları şirkətinin London baş ofisinin binasını sənədini göstərmişdim. O binanı satır Hindistanlı bir iş adamına, familiyası yadında qalıb, Gupta. Adı yadında qalmayıb, Hindistanlı iş adamı ona satır və bu mərhələli şəkildə Heydərdən təzədən keçir Əşrəf Kamilov və Əşrəf Kamilov o binaları satır Hindistanlı iş adamına. Eyni hal Londonda Adolph binası kimi tanınan çox bahalı bir bina idi. Onu isə satmışdı Zara brendi var ha, İspan iş adamı Zara'nın brendinə satıb o binanı. Yenə, belə deyək də, çerez Əşrəf Kamilovun adında. Yəni, sizin də əgər əmlakınızı Əşrəf Kamilov alıbsa, bu o deməkdir ki, özünü almayıb da, onda Heydər alıb. Yəni, Əşrəf Kamilov Leyla Əliyeva ilə bağlı olan adam deyil. Çünki İlham Əliyev hər övladına xas bir adamlar, yəni biznesləri üçün xas adamlar ayırır. Bu Əşrəf Kamilov ancaq balaca Heydər üçün ayrılan şəxsdir. Ata Holdingin birbaşa sənədlər var. Deməli, Ata Holdingdə Heydər Əliyevindir. Yəni sənəd də var. Heydər Əliyevlə bağlı olan sənədlər var. Yəni deməli fakt. Mənim əlimdən birbaşa niyə Heydər Əliyevin adına keçməyiblər? Çünki eyni xarici iş adamları kimi və kimisə və s. ki, İlqar Hacıyev sabahları gedib danışar, məhkəmə qaldırar. İddianı məhkəmədə Heydər Əliyevin əleyhində qaldırmasın, uzaqbaşı Əşrəf Kamilovun əleyhində qaldırsın. Super. Yəni, indi xalqın gözünü açmaq istəyirəm ki, yəni mənim birbaşa, mənim ailəmə, mənim uşaqlarıma, yəni birbaşa zərbə dəyib balaca Heydərdən. Birbaşa. Yəni, niyə indi mənim uşaqlarım uşaq deyil, balaca Heydər uşaqdır, deyirsiz uşaqdır. Niyə mənim yoldaşım qadın deyil, deyirsiz Mehribana toxunmayın, Alyonaya toxunmayın, qadındır. Niyə hər bir qiymətləndirirsə, xalqın gözünü açıram. Yəni, oturun bir düşünün. Nə üçün bunlar deyəndə sizin beyninizə yerdəndə ki, bunlar kiminsə ailəsindən danışır? Biz heç kimin ailəsindən danışmırıq. Bunlar eləyirlər. Bunlar ailələrin içərisinə kamera qoyurlar, ailələrin içərisinə ailələri dağıdırlar. Bu adamlar şantaj eləyirlər, bu adamlar tuturlar, bu adamlar öldürürlər. Bu adamlar hər biri cinayətkardır. Mən neçə ildir. Niyə? Bir də Tural bəy. Azərbaycanda cinayət işi açılıbdır mənə. Deməli, cinayət işi
açan adam Ramil Usubovun vaxtında ərzə və bunlar bir dənə vəkil tutubdular. O vəkil də köhnə mənim işçim olubdu. Bütün də sənədlər var. Güya devlətdən mənə vəkil ayırıbdılar. Bu adam da deməli köhnə mənim işçim olub. Bütün nə varsa sənədləri göndəribdi mənə. Deməli, Ramil Usubovun adına ərizə yazılıbdı ki, İlqar Hacıyev Azərbaycanda 3 milyon pul alıb, Rusiyada 7 milyon pul alıb, torpaq, nə qarışıq bir ərizə qoyubdular. Güya ki, İlqar Hacıyev kimdənsə 10 milyon pul alıbdı. Bu adam da bilirsiniz kimdir Tural bəy? Bu adam da Qod Nisanovun xalası oğlu, Vladislav Yusupov. Yəni Qod Nisanov mənim biznesimi oğramayıbdısa, bu İlham Əliyevin əlaqəsi yoxdursa, nəyə görə mənə Qod Nisanov gəlib Azərbaycanda mənə cinayət işi aça bilir, rahat da? Yəni bu adam birbaşa deməli həqiqətdir, təsdiq edir ki, mənim malım, mülküm Rusiyada da Balaca Heydərin adına keçib. Bu Azərbaycanda da Balaca Heydərin adına bir yerdə Qod Nisanov iştirakçıdır, bir yerdə Əşrəf Kamilov iştirakçıdır. İndi bu adamlar bizim ailələrimizə girmək olar, bizim malımızı, mülkümüzü oğramaq olar. Sizin də oğruyurlar. Siz sadəcə susmusunuz. Siz hər biriniz yaxşı bilirsiniz Azərbaycan xalqı. Siz işsizsiniz, siz pensiyasızsınız. Siz bizim şəhidlərimiz, bizim veteranlarımız 80 manat alır. Yəni uşaq pulu alınmır. O hər birinizin oğranan pullarıdır. İndi mənim açıq-aşkar mənim biznesmen kimi malımı, mülkümü aldıqları. Ancaq sizin hər birinizin sosial həyatına icazəniz var, ixtiyarınız var. Siz hər bir Azərbaycan vətəndaşı, bizim konstitusiya yazılıbdır ki, neftdə, qızılda, dəmirdə, nə Azərbaycanın nəyi varsa, Azərbaycan vətəndaşına məxsusdur. Biriniz çıxın deyin ki, mən yalan danışıram.